Tarix, milli kimliyimizin və mədəni kodlarımızın daşıyıcısı, bugündən gələcəyə aparan zəmindir. Azərbaycan qadını tarix boyu bu dəyərlərin qoruyucusu olub, tarixin səhifələrində silinməz iz qoyub. Bu torpaqda qadın zamana tabi olmayıb, ona hökm oxuyub. Tomris iradə, Sara Xatun ağıl, Tuti Bikə məsuliyyət rəmzi olub. Və bu torpaqlarda güc hər zaman sədaqət, mərhəmət və məsuliyyətlə birləşib. Zaman irəlilədi. Azərbaycan qadını təkcə qılıncla yox, sözü və elmi ilə də öz gücünü möhürlədi. Xan qızı Natəvan sözü, Nigar Şıxlinskaya şəfqəti ilə yaralara məlhəm oldu. Qızlar Məktəbinin yetirdiyi maarifpərvər qadınlarımız yeni bir gələcəyin işığını yandırdı. Səmalarda iz qoydu. Dənizləri fəth elədik. Dövlət idarəçiliyində və diplomatiyada sözümüzü dedik. Şərqdə ilk operanı da biz yazdıq. İlklərə imza ataraq qadın zəkasının sərhəd tanımadığını sübut elədik. Mədəniyyətimiz onların təxəyyülü, səsi, fırçası və istedadı ilə zənginləşdi. Rənglər dünyasından səhnəyə, muğamdan teatra qədər. Azərbaycan qadınının incəsənətdə yaratdığı obrazlar xalqın yaddaşına qızıl hərflərlə həkk olundu. Əmək meydanında fədakarlıq və zəhmətin simvoluna çevrilən qadınlarımız cəmiyyəti irəli apardı. Qadın hüquqları və ailə dəyərləri ən yüksək rəsmi kürsülərdə və beynəlxalq tribunalarda səsləndirildi. Qadınlarımız təkcə icrada deyil, qanunvericilikdə də həlledici söz sahibidir. Milli Məclis kürsüsündən xalqın səsi oldular. Dövlətin siyasi iradəsini beynəlxalq aləmdə qətiyyətlə təmsil elədilər. Zəkamız və iradəmiz idman arenalarında da zəfər çaldı. Azərbaycan bayrağını dünyanın ən yüksək zirvələrinə qaldıran qadınlarımızla qürur duyduq. Bu yol elmin nuru, zəkanın gücü ilə davam elədi. Azərbaycan qadını kəşfləri ilə insanlığa işıq, fəaliyyəti ilə mədəniyyətlərə körpü oldu. Bütün bunlar nəsilləri birləşdirən mənəvi, sarsılmaz bir miras idi. Və bugün o böyük irs, o məğrur köklər müasir Azərbaycan qadınının müasir simasını formalaşdırır. Biz keçmişin mirasını daşıyır, bugünü möhkəmləndirir, gələcəyi inamla qururuq. Tarixdən güc alaraq zamana imza atırıq. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.